Selamun Aleyküm. Parkin çəkik biz hal-hazırda. Motosikletin nələr yenilənəcək, daha sonra nələr yeniləndi və nələr yenilənəcək, onun haqqında çəkəcəm. Keçən videoda gördüyünüz kimi, axı Mayakin vtulkaları qurulmuşdu və çatlanmışdı. Onun yenisini əvəz etdi. Düz, orijinal deyil, A klassı. Çindən sifariş etmişəm, burada yox idi. Və sonra devam olaraq Yamaha özünkünü istifadə etmədim. Çünki Bakıda yox idi. Onun əvəzində Zorkman istifadə edəcəm. Bunlar super seyflərdir. Zərətqiyə istifadə edəcəm. Köhnəsi deyəm olar ki 2 ildən çox da istifadə olunub, gedib. Köhnə lupam yanmışdı. Yeni lupa əlavə edəcəm. Məmlə fərqi yoxdur onda. Arxa qabaq nakal hamısı yenisini əvəz olunacaq. Yenə də dediyim ki, orijinal əvəz edə bilməyəcəm, çünki orijinallar çox bahadır. Arxa ulduzu 50 manata, ön ulduzu 20 manat, ön ulduzu burada gördüyünüz kimi. Həm də ki, Yamaha özünkü çox tez yiyildi. Hər nəsə. Yağı isə Yamaha-dan istifadə edəcəm. 20W40. Hətta performans verir. İtki yoxdur. Ön morda da toks demişlər görəcək. Gördüyünüz ki, köhnə köz lampiskalar pis günə qoyub burasını məhv eləyib. Bunun yenisini ledlə əvəz edəcəm. Bu qırıldı. Eyb yox, təzini qoyacam. Və qapaq açmışam. Support təmizlənəcək. Arxa diski için təmizləmişəm. Yumuşam. Bu da gördüyünüz kimi arxa stupsiya. Yine bu hansı markadır? Swan. Hiç eşitməmişəm. Yoxlayacam da. Bu da köhnə vtulkanın iç dəmiri. Bu boltlardır. Və belə devam edək. Bu da Mordan. Çox böyükdür. İzləmədə qalın. Yeni videolar yenə gələcək.